başına lən ədatı gətirilərək həm feilin sonunu fəthələndirir, fəthə yapar, yəni fəthələndirir, həm də olumsuz yaparaq, yəni inkar edərək işin gələcəkdə təkid mənasında olmayacağından, yəni inkarından nədir? Xəbər verir. Elə bir işdir ki, o heç vaxt yerinə yetirilməyəcək. Sonra təsriflərdə, demək təsriflərdə müfrət müzəkkər, yəni üçüncü şəxsin, bax bu təkində, müfrət müənnəs, buradakı bax lən tənsura var burada. Sonra demək müənnəs və mütəkəllimlərdə, yəni bax burada mütəkəllimlərdə birinci şəxsin təkində və cəmində son hərif üstün okunar. Yəni son hərif fəthə olacaq. İndiki gələcək zamanın məlum növündə biz